O biri deyirdi ki, mənim atamın bir sözü məni tutdu bir ömür. Bir dənə sözü. Bir dənə sözü idi. O deyir ki, atam deyir, yaşdaşı vaxtlarında belə anamı yuxudan oyadardı sübh namazına. Özü də durardı, anamı da oyadardı. Sonra deyərdi, ay xanım, qalx sübh namazına. Xanım qalxardı. Ondan sonra deyərdi, xanım qalx, o qədər qəbirdə yatacaq ki, heç bir dəfə də çağıran olmayacaq bizi, bir nəfər də bizi çağırmayacaq. Çox yatacaq qəbirdə, xanım qalx. Bu şəxsi, bu söz o qədər qalmışdı qulağımda. O qədər qalmışdı qulağımda. Sübh namazdan durmaq istəyəndə, hərdən tənbəllik eləyəndə atamın sözü yadıma düşürdü, qəbirdə o qədər yatacaq ki, çağıran da olmayacaq bizi. Yəni, çağıran da olmayacaq, dəfn edicilə çıxıb yiyəcək. Orada da sübh namazı da yoxdur. Bitdi. Nə qədər var buradadır. Qıla bilirsən, qıl. Hərdən bir cümlə tutur. Doğrudan tutur.